Hər salamlar. Bu gün artıq sentyabrın 30-dur və sabah oktyabrın 1-i, yəni Winter Arts dövrünün başlanğıc dövrüdür, birinci günüdür və bu dövr haqqında bəzi Azərbaycan gəncləri bu dövr haqqında bir çox şey bilir. Amma bəziləri isə Winter Arts-ın nə olduğunu, nə demək lazım olduğunu, bu dövrdə nə etmək lazım olduğunu bilməyib, amma bu Winter Arts-a başlamaq istəyir və mənim bu videomda Winter Arts-a başlamaq üçün lazım olan sualları cavablandıracağam və ümid edirəm ki, bu videonu izləyən insanlar sabah Winter Arts-a ilk gündən güclü bir şəkildə başlamış olacaqlar. Sizin də gördüyünüz kimi artıq Winter Arts oktyabrın 1-dən yanvarın 1-nə qədər davam edən bir dövrdür və bu dövr haqqında isə mən indi sizə bu videoda danışmış olacağam. Bu videoda əslində mən sizə Winter Arts-a başlamaq üçün cavabsız sualları cavablandırıb, sizin bu Winter Arts dövründə eləyə biləcəyiniz fəaliyyətləri sizə danışmış olacağam. Bəlkə də siz artıq Winter Arts dövrünü bilirsiniz və bu dövrdə nə etmək lazım olduğunu çox yaxşı bilirsiniz. Amma mənim bu videom isə Winter Arts-ı bilməyib, bu Winter Arts dövrünə başlamaq istəyənlər üçün bir videodur və mənim bu videomda isə deyə biləcəyim şeylər odur ki, əgər ki siz pis vərdişlərdən uzaqlaşıb bu 90 gün ərzində, yəni oktyabrın 1-dən yanvarın 1-nə qədər olan bir müddətdə öz şəxsi inkişafınız üçün vaxtınızı ayıra bilmək istəyirsinizsə, öz hədəflərinizi reallaşdırmaq üçün vaxtınızı ayırıb öz üzərinizdə çalışmaq istəyirsinizsə, həqiqətən mənim bu videom sizin üçündür. Winter Arts dövründə nələr eləyə biləcəyinizi qısa şəkildə mən sizə danışmaq istəyirəm. Bu dövrdə isə siz insanlardan uzaq durub, yəni geri çəkilib, öz üzərinizə çalışıb, yenidən bu 90 günün sonrasında, yəni bu 90 gün çalışmanın nəticəsində siz artıq mükəmməl bir şəkildə özünüzü göstərə bilərsiniz, özünüzün ən mükəmməl formanıza çata bilərsiniz. Bu 90 gün ərzində eləyə biləcəyiniz şeylər idman ola bilər, öz işiniz üzərində çalışmış ola bilərsiniz və yaxud da dərsləriniz üzərində çalışmış ola bilərsiniz və yaxud da sağlam qidalana bilərsiniz, səhər tezindən durub qaçıb, yəni öz sağlamlığınız üçün bir neçə idman hərəkətləri edə bilərsiniz və yaxud da dostlarınızla bir yerdə təbii ki, bu Winter Arts dövründə öz şəxsi inkişafınız üçün çalışa bilərsiniz, hədəflərinizi reallaşdırmaq üçün bir addım daha da yaxşı ola bilərsiniz və yaxud da mənim kimi YouTube videosu çəkə bilərsiniz, öz inkişaflarınızı bu YouTube videosu vasitəsilə digər insanlara çatdırıb, onların da motivasiya almasına kömək edə bilərsiniz, onların da bu Winter Arts-a başlamasına kömək edə bilərsiniz. Mən də düşünürəm ki, bu Winter Arts dövründə, yəni bu 90 gün ərzində daha çox YouTube videosu çəkim, daha çox insanlara motivasiya verim və həqiqətən də daha çox insanın bu dövrdə özünü bir addım önə atmaq üçün ona motivasiya verməyə çalışacağam və ümid edirəm ki, bu videolarım doğru bir insanların qarşısına çıxar və onlar da bu dövrdə artıq özlərini güclü bir şəkildə hazırlamış olarlar. Winter Arts dövrünün ən gözəl cəhətlərindən biri isə pis vərdişə sahib bir insanın yaxşı bir vərdişə sahib olması üçün Winter Arts dövrü həqiqətən də mükəmməl bir vaxtdır. Çünki bu 90 gün ərzində bir insan pis vərdişlərindən uzaqlaşır, məsələn, siqaret çəkmək olsun və yaxud da boş-boş çöldə gəzmək olsun və yaxud da telefonda çox vaxt keçirmək olsun. Yəni bu pis vərdişlərdən, bir neçə pis vərdişlərdən uzaqlaşıb yaxşı vərdişləri mənimsəməkdir. Məsəl üçün, idman etməyi, özünü həqiqətən də bu vərdişi yiyələnmək istəyir və yaxud da ağlındakı öz ideyasını həqiqətən də reallaşdırmaq üçün bu 90 gün ərzində, bu Winter Arts dövründə həqiqətən də reallaşdırmaq üçün çox gözəl bir zamandır və yaxud da dostları ilə bir yerdə öz inkişafı üçün idman edə bilər. Həqiqətən də bu da çox gözəl bir şeydir. Winter Arts-ın ən gözəl cəhətlərindən biri də budur ki, siz öz şəxsi inkişafınızda tək yox, hətta dostlarınızla bir yerdə öz şəxsi inkişafınız üçün çalışa bilərsiniz. Həm də əgər ki, siz pis vərdişlərdən uzaqlaşıb yaxşı bir vərdişə yiyələnmək istəyirsinizsə, dostlarınız da bir yerdə siz bu pis vərdişlərdən uzaqlaşıb
yaxşı vərdişləri mənimsəyib, həqiqətən də bu 90 günün sonunda yaxşı vərdişlərlə həyatınıza davam edə bilərsiniz. Həqiqətən Winter Arts nə qədər də xaricdən çətin kimi görsənsə də əslində çox asan bir şeydir. Düzdür, 90 gün ərzində yaxşı vərdişləri təkrarlayıb, həqiqətən də öz yaxşı potensialınıza çatmanız üçün cəhd edirsiniz. Düzdür, bu xaricdən nə qədər çətin bir şey kimi görsənsə də, amma bu 90 gün inanın ki, sizin ən yaxşı vəziyyətinizə çatmanız üçün çox mükəmməl bir vaxtdır, çox mükəmməl bir fürsətdir. Ona görə Azərbaycandakı gənclərin bir çoxu bu fürsəti qaçırarkən, siz bu fürsəti qaçırmayın. Tez bir zamanda sabahdan Winter Arts dövrünə başlayın, öz şəxsi inkişafınız üçün çalışın. Hər gün bir addım, çətin də olsa o addımları atın. Yeni ideyalar kəşf edin, o ideyaları həqiqətən də gerçək də reallaşdırmağa çalışın. İndi düşünə bilərsiniz ki, qış gəlir, yəni havalar soyuyur. Mən indi çölə çıxacağım səhər tezindən, yəni bu isti, rahat yatağımı buraxıb çölə çıxmaq həqiqətən də mənim üçün çox çətindir. Məhz Winter Arts-ın ən gözəl cəhətlərindən biri də budur ki, siz çətinliyə alışmalısınız. Bu rahat zonanızdan, yəni bu rahatlıq zonanızdan kənarlaşıb, həqiqətən bu çətinliklərə qarşı çıxıb, öz mükəmməl vəziyyətinizə çatmanız üçün bu Winter Arts dövrü böyük bir fürsətdir. Ona görə də bu fürsəti dəyərləndirin. Ümid edirəm ki, siz bu 90 gün ərzində həqiqətən bu çətin mübarizədə qalib gələrsiniz və ən gözəl vəziyyətinizə çatmış olarsınız. Həqiqətən də həyatınızı bu cür davam etdirmənizi ümid edirəm. İndi isə mən sizə qısa bir şey danışmaq istəyirəm. Və ümid edirəm ki, bu danışıqın sizin başlamanız üçün bir tövsiyə olmuş olar. Bir işi bacaran insanlar bacarar. Bacara bilməyən insanlar isə o işi bacaran insanları izləyər. Ona görə də mən sizə bir sual vermək istəyirəm. Sən bu işi bacara bilərsən? Əgər ki, cavabın bəlidirsə, nə etmək lazım olduğunu çox yaxşı bilirsən. Ona görə də sabah oktyabrın 1-dən Winter Arts dövrünə başla və ən mükəmməl vəziyyətinə çat. Və indi mən sizə riyazi məsələ uyğun olaraq sizə bir tövsiyə vermək istəyirəm və ümid edirəm ki, bu tövsiyəm sizin üçün çox gözəl bir tövsiyə olmuş olar. Sizin də burada gördüyünüz kimi mənfi vurulsun, mənfi cavab müsbət alınır. Müsbət vurulsun, mənfi cavab mənfi alınır. Müsbət vurulsun, müsbət cavab müsbət alınır. Sizin də gördüyünüz kimi pis vərdişə sahib bir insan, yenə də pis vərdişə sahib bir insanla qərara gəlib, yaxşı vərdişlərə mənimsəmək istəyirsə və hər gün 1% özünü yaxşılaşdırmaq üçün çalışarsa, nəticə yaxşı olar. Amma əgər ki, yaxşı vərdişə sahib bir insan, pis vərdişə sahib bir insanla qərara gəlib, yaxşı vərdişlərə yiyələnmək istəyirsə, bir şeylər bacarmaq istəyirlərsə, istədikləri uğurları, istədikləri xəyalları reallaşdırmaq istəyirlərsə, pis vərdişə sahib bir insan, yaxşı vərdişə sahib olan insanı özünə çəkər və nəticə pis olar. Amma əgər ki, yaxşı vərdişə sahib bir insanla, yenə də yaxşı vərdişə sahib olan insan qərara gəlib, bu Winter Arts dövründə daha da yaxşı olmağa çalışarsa, nəticə yenə də düşündüyünüz kimi daha da yaxşı olur. Ona görə də əgər ki, sizin ətrafınızda pis vərdişə sahib insanlar varsa, edə biləcəyiniz ən gözəl şeylərdən biri pis vərdişli insanlardan uzaqlaşıb, yaxşı vərdişə sahib olan insanlarla bir yerdə olub, bu Winter Arts-ı yaxşı insanlarla keçirdib, yaxşı nəticələr əldə etmək lazımdır.